Bugün sizə hamının bildiyi, amma hər dəfə heyranlıqla bəhs etdiyi təbiətdən danışacağıq. Deyəsən salamlaşmadım, oy. Salammaqlar, hər vaxtınız xeyir olsun. Başım mövzuya o qədər qarışıb ki, salamlaşmaq da yadımdan çıxdı. Əsl odur ki, artıq salamlaşdıq və mən mövzumuzu açıqlamaq istəyirəm. Bugün təbiətə yön verənlərdən danışacağıq. Müxtəlif peşə sahibləri qonağımız olacaq. Amma gəlin qonaqları təqdim etməzdən əvvəl dünyanı tanıyaq. Necə? Təbii ki də dünyanı tanımaq rubrikası ilə. İzləyək. Metro terminalının sürprizi. 18 ay yaşayan başsız xoruz. Salam dünyanı tanımaq istəyənlər. Sağlam nəsil sağlam gələcək deməkdir. Sağlamlığımızı qorumaq üçün isə düzgün qidalanmaq və idmanla müntəzəm məşğul olmaq lazımdır. Axı uğurlu gələcək bizimlə gələcək. Moskvada maraqlı bir kampaniyaya start verilib. Şəhər metrosu 2 dəqiqə ərzində 30 dəfə əyilib qalxa bilənə bileti pulsuz verir. Gəncləri idmana təşviq eləmək məqsədi ilə qurulan elektron bilet terminalı içinə yerləşdirilən sensorlar sayəsində qarşısındakı insanın hərəkətlərini qəbul edir. Normativi yerinə yetirə bilənlər bir gedişli metro bileti qazanırlar. Dünya haqqında maraqlı məlumatlar toplayarkən mən yenidən sehirli kitaba, yəni Ginnesin rekordlar kitabına göz gəzdirdim. Burada kimlər var, kimlər? İxtiraçılar, rəssamlar, alimlər, idmançılar və s. Bu dəfə diqqətimi çəkən isə nə idmançıdır, nə də ixtiraçı. Bizi sübh tezdən banlayıb oyadan dostumuz xoruzdur. Bəli, düz eşitdiniz, həm də Mike adında. Bütün xoruzlar kimi normal həyat tərzi sürən Mike'ın həyatı bir gün qəfildən dəyişir. Əkinçi Lyot xoruzu kəsmək qərarına gəlir. Əkinçi həmişə elədiyi kimi baltasını götürüb xoruzun başını kəsir. Başı kəsilmiş xoruz sahibinin əlindən çıxaraq ətrafda uçuşmağa başlayır. Sahibi səhəri gün Mike'ı digər xoruzlar kimi yatmış halda tapır. Xoruzun bir neçə vaxtdan sonra öləcəyini düşünən Lyot heyvanın qida borusuna göz damızdırıcı ilə qarğıdalı, toyuq yemi tozu və su damızdırmağa başlayır. Bir çox alimlər bu xəbəri eşitdikdən sonra xoruzun ölməməsinin səbəbini araşdırırlar. Bunun əsas səbəbi isə baltanın xoruzun beyin sapını və şah damarını kəsməməsidir. Bu hadisədən sonra xoruz Mike və sahibi bütün dünyada məşhurlaşır. Amma 18 ay sonra Mike ölür. Mütəxəssislərin fikrincə, sahibi Mike'ın qida borusunu təmizləsəydi, o daha çox yaşayacaqdı. Hər an ağla gəlməz və inanılmaz hadisələrlə rastlaşırıq. Əlbəttə ki, bu da bizim dünya görüşümüzün artmasına kömək eləyir. İnanılmaz və qeyri-adi hadisələrlə tanış olmaq, biliklərinizi daha da artırmaq üçün mütləq dünyanı tanımaq lazımdır. Dünyanı tanımaq elə təbiəti tanımaq deməkdir. İlk qonağımız su üzərində xarüqələr yaradan Zaur müəllimdir. Zaur müəllim Ebru sənəti ilə məşğul olur. Gəlin onu yaxından tanıyaq. Buyurun. Zaur müəllim, Maqın studiyasına xoş gəlmişsiniz. Sizə sənətinizlə bağlı ilk sualım olacaq. Ümumiyyətlə, Ebru sənətinin yaranması tarixi nə vaxtda dayanır? Ümumiyyətlə, təşəkkül tapması, bu haqda tarixi mənbələr nə deyir? Dəqiq olmasa da, belə deyək, Nizami Gəncəvinin əsərində göstərdiyi 7-ci, 8-ci əsrlərə gəlib çıxır. 8-ci əsrdə Yaponlarda Shimenagashi adlanan buna bənzər bir texnika ilə Ebru sənətinə oxşar bir rəsm çəkdiklərini görürük. Daha çox Çağatay türklərində belə bir sənətin var olduğunu bilirik. Çağatay dilində əbriyə, abru bu mənaya gəlir. Damarlı, bulut topaları mənasına gəlir. Elə oradan da bilinir ki, orada məşhur olmuş bir sənətli Çağatay türklərində. Daha sonra İpək yolu vasitəsilə dediyimiz kimi Azərbaycana bu sənət gəlir və başlayır. Türkiyədə bu sənətin hətta akademik təhsili mövcuddur. Yəni, Ebru sənəti ilə məşğul olan ustalar var orada və məlumatım var ki, siz də məhz Türkiyədə bu akademik təhsili başa vurmuşsunuz. Ümumiyyətlə, akademik təhsili almış biri kimi nə deyə bilərsiniz bu sənətin incəlikləri barədə? Kimlər məşğul ola bilər, kimlərə daha uyğundur və s. Mən Memar Sinan İncəsənət Universitetindən məzun olmuşam. Hikmət Barıtçıgil, məşhur Ebru sənətkarıdır mənim müəllimim.
Sənətlə məşğul olmağa gəlincə 7-70 deyirik biz. 7-dən 70-ə qədər yaş qrupları məşğul ola bilər. Sadəcə Ebru sənətinə xas bəzi həssas nöqtələr var. Məsələn? Su ilə məşğul olduğumuz üçün gərək bu işlə məşğul olan şəxs və yaxud da sənətkar ruh halına diqqət eləsin. Aqressiya yaramır, boyalar çürüyür, istədiyi nəticəni əldə edə bilmir. Necə yəni boyalar çürüyür? Yəni boyalar həqiqətənmi aqressiyanı hiss edir və çürüyür? Bəli, bəli. Ebru sənətimiz digər sənətlərdən fərqlidir. Bəli, digər sənətlərdə də bu özünü əks etdirir. Bütün sənət əsərlərində onu çəkən sənətkarın ruh halı əks olunur. Hətta xəttatlıq sənətinə bu üzdən ruhun həndəsəsi adını veriblər tarixə. Ebru sənətində isə nəticə tez alındığı üçün o halı tez görmək olur. Əgər rəssam və yaxud da əbruzən, əbrunu çəkən aqressiyası varsa, o suya mənfi təsir göstərir və beləliklə suyun üzərində istədiyimiz effekti ala bilmirik. Bizim Ebru sənəti ilə məşğul olan bir neçə xanım qonaqlarımız olublar və onlar deyiblər ki, suyun üzərində daha çox güllər, çiçəklər, bu kimi əsərlər yaratmaq daha idealdır və Ebru sənəti üçün uyğundur. Həqiqətənmi belədir və başqa nələr yaratmaq olar ümumiyyətlə və siz də təkcə güllərdən ibarət rəsmlər çəkirsiniz? Bizim hal-hazırda tətbiq elədiyimiz Ebru sənəti ta qədimdəki üsullarla olan Ebru sənətidir. Bəli. Belə ki, bizim boyalarımız torpaqdan əldə olan rəngli torpaqlar, oksidlənmiş dəmir paslarından əldə edilən pigmentlərdir və yaxud da oksid boyalardır. Digər boyalardan fərqlənir, akvarel boyalardan. Bəli, digərlərindən fərqlənir. Boyaların bir-birinə qarışmasın deyə, qarışmamağı üçün, suya çökməməsi üçün inək ödündən istifadə edirik. Tamamilə təbii boyalardır. Bu klassikada özünə məxsus barut ebrusu, battal ebrusu adları verilən sümbül, daraqlı, çiçək, qərənfil, lalə bu növlər istifadə olunur. Amma günümüz texnologiyasında, müasir zamanımızda kimyəvi boyalardan istifadə edərək fərqli ebru növləri ortaya qoyurlar. İnsan silüeti yaratmaq mümkündür. Bəli, rəsm də çəkirlər. Artıq o bizim boyalarla deyil, daha fərqli boyalarla olur. Çünki oradakı boyanın bir-birini sıxışdırması prosesi baş verir. Bəli. Onun üçün ona biraz fərqli tərkibdə olan boyaların ehtiyac var, istifadə olunur. Söhbətə başlama o qədər qarışıb ki, birdən yadıma düşdü ki, görürsən studiyamızın stolu hara getdi, nəsə boşluq var və xatırladım ki, sən demə studiyamızda Zar müəllimi sənəti ilə bağlı olaraq biz stolu biraz dekorasiyamızda kənarlaşdırmışıq ki, məhz orada işini bizə nümayiş etdirəcək. Zar müəllim, istəyirsiniz, sizin üçün hazırladığımız stola yaxınlaşaq, siz bizə işinizi nümayiş etdirdikcə mən sizə bir neçə sual ünvanlayacağam. Buyurun. Mən də gəlim sizinlə. Baxım, həqiqətən inəyin ödü burada necə ola bilər? I used to bite my tongue and hold my breath, scared to rock the boat and make a mess. So I said quietly, agreed politely. I guess that I forgot I had a choice. I let you push me past the breaking point. I stood for nothing, so I fell for everything. You held me down, but I got up, already brushing off the dust. You hear my voice, you hear that sound, like thunder gonna shake the ground. You held me down.
müəllim, artıq 2 iş bizə nümayiş etdirdiniz. Xüsusilə mənim qərənfil orada əks etdirmişsiniz. Çox gözəl alınmışdı və birincidə rənglərin ahəngi, xüsusilə də göy, çəhrayı və sarı rənglər bir-birlə çox gözəl ahəng təşkil etmişdi. Bizə burada mövzumuza uyğun bir ab-hava yaratdınız. Ümumiyyətlə, bir qap sudan neçə Ebru sənəti çıxartmaq olar? Təxmini Çünki baxam ki, bitmir. 300-400 bəli. Bir qab, yəni burada heç 1 litr su yoxdur. Daha az su var hətta deyərdim. Kirlətməsək, bəli. Kirlətməsək 400-500 ədəd çıxartmaq olar. Şəkil çıxartmaq olar. Ümumiyyətlə, su dediniz ki, çox həssas bir məqamdır Ebru sənətində. Hər bir kənardan belə təsir görsə, su qorxa bilər. Çox görə gülməli, fərqli səslənir, amma necə qorxa bilər? Yəni, bu sizin əhval-ruhiyyənizə təsir edərək qorxunc əsərlər yaratmağınıza gətirib çıxara bilər, yoxsa necə? Belə deyək də, biz insan hisslənir, hisli bir varlıqdır. O hisslər əl vasitəsilə bura təsir edir. Gül budağından istifadə edirik biz gördüyümüz bu fırçada. At quyruğu. At Bəli. və gül budağı. Gül budağı. Fiziki xüsusiyyətləri belədir ki, davamlı suda olduğuna görə gül budağı küflənmir, xarab olmur. Ona dözümlüdür. At quyruğu da ki, gördüyünüz kimi nə qədər bastırdıq, nə qədər qarışdırdıq, yenə öz belə deyək, qamətini pozmur da, belə sabit qalır. Bu bunun fiziki tərəflərdəki ki, xüsusiyyətləridir. Amma atın belə bir xüsusiyyəti var ki, bilirik, çox həssas heyvandır. Üstündəki çaparını, minicisinin hisslərini hiss edir və ona görə hərəkət edir. Və son dövrün elmi araşdırmasında da o var ki, atın tükləri, at quyruğu və yaxud da atın tükünün belə bir xüsusiyyəti var, bir enerji yaradır ətrafına. Bu da ki, bizdən alan enerjini suya əks elətdirir. Yəni, tarixən bunlar 1000 il qabağın üsuludur. 1000 il qabaq bunları, belə deyək, əvvəl boş yerə bunları təsadüfən eləməkdir. Buradakı heç bir şey təsadüfən deyil. 1000 illərin süzgəcindən keçib gəlib. Hər şey ölçülüb, biçilib, təcrübə ilə günümüzə qədər gəlib çıxır. İnək ödündən istifadə edirik, o da boş yerə deyil. İnək ödü məni burada bir tərifdə düzü. Amma ki, bu işləri görəndə ürəyim açılır həqiqətən və bu havadan söz etdiniz. Yüngül bir atmosfer yaranır ətrafda və siz xahiş etdiniz ki, fondakı gənclərin o dinamik musiqilərini bir balaca ara verək. Çünki su qorxa bilər, su təsirlənə bilər belə qorxunc musiqilərdən, yəni ki, su üçün qorxunc olan musiqilərdən. Ona görə təbiət əks etdirən, meditasiya, necə deyim, üsullu musiqilərdən istifadə etsək, daha gözəl işlər ərsəyə gələ bilər, dedi Zahir müəllim. Bugün elm də isbat edir ki, elm əhli də bunu təcrübədən keçirirlər ki, su, hətta keçmişdən biz bilirik ki, yuxularımızı suya danışmaq, su ilə söhbət. Bu, təcrübədən keçmiş bir şeydir. Onu içimizdəki, bizim bədənimizdəki suyun tərkibinə görə bizim hisslərimiz, halımız, ruh halımız dəyişir, psixologiyamız dəyişir. Musiqi də birbaşa suya təsir elədiyinə görə bizim musiqi ilə ki, halımız fərqlənir, xarakterimiz fərqli olur. Ona görə də nə edirik? İnsan özünə də musiqinin birbaşa təsiri var ki, keçmişdə su səsi və musiqi ilə ruhi xəstələri müalicə ediblər. Biz səs rejissorumuzdan xahiş edirik ki, fonda gözəl, təbiəti əks etdirən, sakitləşdirən musiqilərdən istifadə etsin ki, suyumuz qorxmasın, işimiz də gözəl alınsın. Ahəngi həqiqətən də sözün bitdiyi bir məqamdır. Zahir müəllim, ümumiyyətlə əsərlərin qurulması üçün nə qədər müddət tələb olunur? O, biraz otaq şəraitindən asılı. Kağızın suyun qurutmasına əlaqədar bir şeydir. 10 dəqiqə, 15 dəqiqə isti şəraitdə kafidir. Ancaq suyumuz 18 dərəcə temperaturdan yuxarı olmamalıdır. Suyumuz tez xarab olur. 18 və 18-dən aşağıda daha yaxşı işləmək olur. Hətta bu məqam var. Hə, bu da var. Çox həssas bir sənətdir. İndi mən bunun daha çox fərqinə varmağa başladım. Arzu edirsinizsə, buyurun. Çox arzulayıram. İstəyirsiniz yerimizi dəyişək? Bəli, belə keçək. Nə edəcəm indi mən? Siz zövqünüzə uyğun rəngləri seçin. Qırmızıdan başlamaq istəyirəm.
gözəl bir iş deyirəm, çünki mənim də əməyim olan bir işdir. Çox sağ olun Zaur müəllim, gəldiniz, bizə öz işlərinizi nümayiş etdirdiniz və hətta tarixi barədə məlumatları verdiniz, bizi maarifləndirdiniz. Təşəkkür edirik və sizə fəaliyyətinizdə bol uğurlar arzulayırıq. Mən də təşəkkür edirəm. Sizə də fəaliyyətlərinizdə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Yox, ən yaxşısı mən öz işimlə məşğul olum. Maqlar studiyamızın növbəti qonağı qum rəssamı Banu Çiçək. Buyur Banu Çiçək. Banu Çiçək, studiyamıza xoş gəlmisən. Özünü necə hiss edirsən? Əla. Hər zaman əla ol. İlk sualım belə olacaq. Məndən qum rəssamı çıxar ya yox? Çıxar. Əla, çox sağ ol. Deyəsən, sənə yeni rəqib gəlir, yəni bu mən özüm olmalıyam, yəqin ki. Xoşdur. Nəysə, xoşdur, əla. Bizə özünü təqdim et daha yaxından, yəni neçə ildir sən bu işlə məşğul olursan və hansı uğurların var? Mən özüm Biləsuvar rayonunda doğulmuşam. Hal-hazırda Pedaqoji Universitetinin Bədii Qrafika Fakültəsinin 3-cü kurs tələbəsiyəm. Bədii Qrafika Fakültəsi. Nisbətən yaxındır sənin ixtisasın öz məşğul olduğun sənətdir. Əslində ixtisasımdır. Əla. Özüm bu il sənətlə 3 ildir məşğulam. 2012-ci ildən məşğulum. Onda hələ məktəbi bitirməmişdim. O dövrlərdə maraq göstərmişdim. Çox böyük marağa səbəb olmuşdu. Yəni mənim necə böyük bir marağa? Yəni internetdə gördün, televizorda internetdə görmüşdüm. YouTube-da belə özüm rəssamlığa meyilli olmuşam. Uşaqlıqdan çoxlu şəkillər sevmişəm. YouTube-da maraqlı rəsm əsərlərini izləyərdim. Yəni maraqlı rəssamda. Bunun içində Kseniya Simonova vardı. Onun əl işlərini izlədim və çox bəyəndim. Ondan sonra mənim də maraq yarandı. Dedim özümü yoxlayım. Və beləcə başladım bu işə. Gördüm ki, alınır. Yəni görüb bəyən. Qoymaq lazımdır ki, su qorxmasın, təbiəti əks etdirə. Bəs qum necə? Qum da qorxaqdır. Elədir. Qum da qorxaqdır. Fonda elə mahnılar olmalıdır ki, ondan həm qumla işləyəndə mən özüm zövq alım ki, daha gözəl alınsın şəkil. Həm də ki, kənardan izləyicilər zövq ala bilsin. Buyur Banu Çiçək, sənə uğurlar arzulayıram. Həmçinin mən özüm də zövqlə izləyəcəm. Maqlar sizi də izləməyə dəvət edirəm. Yeri gəlmişkən qorxmayın, çünki studiyamızda məhz bu işin keyfiyyətlə ərsəyə gəlməsi üçün işıqlar sönəcək.
Qardaşlıq dünyasısan, anamın anasısan Azərbaycan. Studiyamızın işıqları yansın, çünki mən sənə doya-doya təşəkkür etmək istəyirəm Banu Çiçək. Əllərinə sağlıq, çox gözəl işlər ərsəyə gətirdin, lakin mən çox təəssüflənirdim ki, axı bu işlər arxivləşmədi, amma sonra yadıma düşdü ki, bunun üçün MAQ var, MAQ-ın çəkilişi var və MAQ-ın YouTube kanalı var ki, MAQ TV Azərbaycan. Sən sonradan buna nə vaxt istəsən, hətta gələcəkdə nəvələrinə belə əgər YouTube o vaxtda qalsa, göstərə bilərsən öz işlərini. Sənə təşəkkür edirik. Əgər MAQ-lara söyləmək istədiyin sözlərin varsa, buyur, çünki vaxtımız yekunlaşdı. MAQ-lara təşəkkür edirəm izlədikləri üçün və deyirəm ki, əgər bir istedadınız varsa, onu inkişaf etdirmək üçün əlinizdən gələni edin. Elə Banu Çiçək kimi. Öz istedadınızı boğmayın. Əlasan, təşəkkür edirik və sənə fəaliyyətində bol uğurlar arzulayırıq. Çox sağ olun. Gənclərin aktiv sosial həyatından bəhs edən MAQ xəbər efirdədir. Gəlin izləyək. Bakı Gənclər Debat Forumu 2015 Payız Kubokunun yekun mərhələsi baş tutdu. Tədbir Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi tərəfindən həyata keçirilən Respublika Gənclər Debat Forumu 2015 Payız Kuboku layihəsi çərçivəsində təşkil olundu. Bildiyiniz kimi, Cənab Prezident tərəfindən 2015-ci il kənd təsərrüfatı ili elan olunmuşdur və məhz buna görə də debatlarda biz müzakirə edirik məhz kənd təsərrüfatının iqtisadi yönümünü. Yəni, burada Azərbaycan daxilində olsun, istər dünyada, qlobal bazarlarda hansı iqtisadi model daha uğurludur? Mövzunu müzakirə etməkdə məqsəd təbii ki, gənclərin diqqətini kənd təsərrüfatına, aqrar sektora çəkməkdir, gənclərə bu sayədə biliklər verməkdir, onları öyrətmək, maarifləndirməkdir. Rəsmilərin çıxışları zamanı debatların hansı sahədə olmasından asılı olmayaraq gənclərin formalaşmasına müsbət təsir göstərdiyi vurğulandı. Ardınca Bakı forumunun final oyunu izləndi. Finalda Bakı Dövlət Universitetini təmsil edən konkret və qeyd-şərtsiz komandaları mübarizə aparırdı. Debatların həyata keçirilməsi bu layihənin əsas məqsədi ondan ibarətdir ki, gənclər arasında fikir mübadiləsini aparmaq, davranış qaydalarının formalaşdırılması, fikir yürütmək qabiliyyətinin formalaşdırılması, ümumiyyətlə bir gənc liderin formalaşması, hər hansı bir mövzu ətrafında tədqiqat apararaq daha sonra qarşı tərəfə öz ideya və fikirlərini sübut etdirməyə bacarığını formalaşdırmaq. Gərgin mübarizənin sonunda hakimlərin qərarı ilə forumun qalibi qeyd-şərtsiz komandası oldu. Bugün təbiət vasitələrinin bədii təsvir vasitələri üzərindəki təsirindən danışdıq. Əslində, hər bir yaradıcılığın təbiətlə əlaqəsi var, amma birbaşa vəhşi təbiətlə təmasla süni boyaqlar arasında böyük bir fərq var. Gəlin yaşadığımız dünyanı sevək və ətraf mühiti qoruyaq. Sağ olun, salamat qalın. Hələlik.